Salam, hər vaxtınız xeyir olsun. Emoşimik sertifikasiya mətn toplusundan 24-cü testin izahını atırıq. Mətnə görə verilən şərti tamamlamayacaq, yəni səhv fikri seçirik. Maya məbədlərinin qədim Misir piramidalarından fərqli olaraq, Maya məbədləri başları kəsilmiş piramidaya oxşayır, çünki ucu iti olan qədim Misir piramidalarından fərqli olaraq onun üstündə meydança var. Divarın səthi də Misir piramidalarından fərqlənir, çünki hamar deyil, pillələrdən ibarətdir. Bundan başqa Maya konstruksiyalarında Misir piramidalarından fərqli olaraq bir tərəfində binanın yuxarısına qalxmaq üçün hündür daş pilləkən var idi. Məbədin yuxarısındakı meydançada Tanrının şəklini yerləşdirmək üçün balaca bina tikirdilər. Orada Tanrının şərəfinə mərasimlər keçirilirdi. Maya piramidalarının Misir piramidalarından fərqi ondaydı ki, birinci məbəd, ikinci isə sərdabə idi. Hərdən Mayalılar öz hökmdarlarını məbəddə dəfn edirdilər. Ancaq belə hal çox az olurdu. Deməli, 24-cü testdə bizə yəni bunun fərqi olmayan, onlardan fərqli olmayan bir şey tapmalıyıq. Gəlin baxaq onda. Üstündə meydança var, bəli. Onu deyir, fərqli olaraq üstündə meydança var. Bu var idi, bəli. A getdi. Divarlarının səthi hamar deyil, pilləlidir. Divarın səthi də fərqlənir, çünki hamar deyil, pillədir. Bəli. Daxilində heç kimsə dəfn etmirdilər. Biz belə bir şey görmədik. Deyir ki, öz hökmdarlarını məbəddə dəfn edirlər, C bəndi. Yuxarısında balaca bina tikirdilər, var idi. Yuxarısında meydançada balaca bina tikirdilər, o var idi. Hansısa tərəfində yuxarıya qalxmaq üçün pilləkən olurdu. Bəli, qalxmaq üçün pilləkən də olurdu. Deməli, oldu 24-də C bəndi. Bəs 25. Düzgün ardıcılığı tapın. Maraqlıdır ki, onun birinci həkiminin də, sonuncu imperatorunun da adı, hakiminin də, sonuncu imperatorunun da adı Romul olmuşdur. Bundan cümlə başlaya bilməz, deməli, bunun əvvəli var. Bu qardaşlar haqqında rəvayətdə də Romanın necə yaranmasından bəhs olunur. Yenə bundan birinci başlaya bilməz, deməli, əvvəlində nəsə var. Qədim tarixçilərin yazdığına görə Roma şəhəri iki qardaş Romul və Rem tərəfindən salınmışdır. Qədim Roma dövləti 1000 ildən artıq mövcud olmuşdur. Deməli, biz baxırıq ki, görək bu cümlədə birinci nə olmalıdır? Bax, birinci bizə, baxın. Birinci necə olmalıdır? Birinci bizə qədim Roma dövləti haqqında məlumat verə bilər. Verdi. Ondan sonra nə edə bilər? Sonra deyir ki, maraqlıdır ki, onun, yəni Romadan məlumat verir, sonra onun birinci hakiminin də, sonuncu hakiminin də adı bu olub. Qədim tarixinə görə Roma şəhəri Romul və Rem tərəfindən salınıb. Çünki Romul adından danışır. Sonra dalınca deyir ki, bu qardaşlar, deməli 4, 2, 1, B bəndi, 25-də də B bəndi. Sonra deyir, hansı cümlə mətnin ilk cümləsi ola bilməz? Əgər bir mətn qursaq, hansı cümlə ilk cümlələr ola bilməz? Gəlin baxaq. Əgər bu şirədən çox yığıb günün altına saxlasaq, ondan yapışqan kimi sarımtıl kütlə alınacaq. Müəllimlər, belə bir şey deyək. Əgər bu şirədən, hansı şirədən? Deməli, bunun əvvəlində nəsə var da? Deməli, 1. Əlincə qalasıq, bundan giriş eləyə bilərik. Bu 2 ola bilməz. 2 olan cavabları çıxarırıq. Ən çox isə kvardik yaşlarına, ölüm döyüşünə, qladiator döyüşünə ən çox isə, deməli, bunun əvvəlində cümlə var. Romalılar çox gözəl memar idi. Bundan cümlə başlaya bilər, rahatca başlaya bilir. Sonra Yunanlar və qəhrəmanlar haqqında Yunanlar həm də deməli yenə əvvəldə nəsə var? 1, 3, 5-ci.